Sabantoyu mübarek. Türk xalqlarının qədim rituallarından sayılan Sabantoy səpin bayramı kimi tərcümə olunur. Ənənəvi olaraq bu bayram səpin işləri başlamazdan öncə qeyd olunurdu. Hazırda isə Sabantoy səpin işlərinin yekunlaşması haqqında xəbər verir. Tədbirin açılışında çıxış edən Tataristan Respublikasının rəisi Rüstəm Minnixanov qeyd etdi ki, Sabantoy bayramının tatarların yaşadığı bir çox ölkələrdə, eləcə də Azərbaycanda keçirilməsi xalqlar arasında dostluq və əməkdaşlıq tellərini gücləndirir. Mən Kazandan gəlmişəm. Özüm hazırladığım kuklaları təqdim edirəm. Hamısı əl işidir və milli geyimdədirlər. Bakını çox bəyəndim. Şəhəriniz çox gözəldir. Artıq ilk alıcılarımız da var. Buranı çox bəyəndim. İnsanlarınız çox gülər üzdülər. Burada olmağıma çox şadam. Biz bu bayramı hər il qeyd edirik. Ötən il Qubada, bu il isə Bakıda qeyd edirik. Çox şən keçir, yaxşı təşkil olunub. Biz bu bayramı hər il səbirsizliklə gözləyirik, hər il qeyd edirik. Ümumiyyətlə, Sabantoy bayramı çox şən keçən bayramdır. Biz tatarlar mahnılar oxuyur və çoxlu rəqs edirik. Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyev eləcə də Tataristanın görkəmli şəxslərinə, milli mənəvi dəyərlərə həsr olunan tematik meydançalar təşkil edilib. Hər iki respublikanın dövlət və mədəniyyət xadimlərinin Tataristan dövlət mükafatları ilə təltif olunduğu tədbir ədəbi musiqi proqramla davam etdi. Rövşən İlyasov, Xalid Əliyev, ASTV xəbər.